Herkese teşekkür ederim. Ülviye Hanım, size de teşekkür ederim ki böyle güzel bir xatirə günü keçirirsiniz. Ədilə xanım, Allah'tan səbir diləyirəm. Rəbbim sizə səbir versin, ailəsinə can sağlığı arzulayıram. Və mən burada şəhid anaları görürəm. Onların hamısının qarşısında şəhid anaları, bacıları, ataları, evlatları qarşısında baş əyirəm. Həyat yoldaşları qarşısında baş əyirəm. Həyat mübarizədir. Heç bir torpaq qansız, qadasız əldə edə bilmirik. Neçə Süleyman şahlarımız, Ərtuğrullarımız, Osmanlarımız, Orxanlarımız, İbrahimlərimiz, Feyruzlarımız, Raminlərimiz, bəli, neçə belə şəhidlərimiz öz qanlarına torpaqlarını sulayıblar, ancaq qoymayıblar ki, vətən torpağının bir qarışı da, bir damlası da düşmən tapdağında qalsın. Ona görə mən bütün şəhidlərə ithaf edirəm. Şəhidlər, can şəhidlər. Şəhidlər, can yoldaş. Şəhidlər, qan haqq şəhidlər, can şəhidlər. Yolu haqqın yoludur, xalqın vuran qoludur. Hər insandan uludur, şəhidlər, can şəhidlər. Ayağa qalxdı ordum, bərk uladı boz qurdum, qələbə çaldı ordum. Şəhidlər, can şəhidlər, bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Sonra mən bütün analara, bacılara deyirəm. O qədər doğmasan, o qədər əziz. Sənin tək istəkli bir olanım yox. Ay hissi, duyğusu hamıdan təmiz. Sənə məhəbbətim hər istəkdən çox. Sənə sədaqətim ölçü qədərsiz, dünya bu sevgidən nədən xəbərsiz. Duyanlar önündə qaldılar səssiz. Sənin tək istəkli bir olanım yox.